İmamverdi İbişoğlu İsmayılov, Azərbaycan Respublikasının əməkdar jurnalisti, yazıcı, publisist. Azərbaycan Respublikası Milli Məclisinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci çağırış deputatı. 1958-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Azərbaycan Radiosunun Qızıl Fondunda müəllifin Qədim Kişinin Qırxı, Astanadı Ölüm, Yurd Gürzəsi əsərləri əsasında hazırlanmış radio kompozisiyalar mövcuddur. Labirint povesti, Bayquş və Qarovulçu hekayəsi tənqidçilər və oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qızıl Qələm mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şöhrət ordeni ilə təltif edilib. Salam. Real TV-də əməkdar jurnalist, tanınmış və istedadlı yazıcı, publisist İmamverdi İsmayılovun profilidir. İmamverdi müəllim, xoş gördük. Xoş görüşmüşük. Həyat fəlsəfəsini axtarmaq yaxud tapdıqlarınızı riyazi düstura çevirmək. Yəni, fəlsəfəni İmamverdi İsmayılov necə qəbul edib və əsərlərində İmamverdi İsmayılovun öz fəlsəfəsi nədir? Bilirsiniz, Kamran müəllim, dünyanın bütün kəşfləri təbiətin üstə qurulur. Əlbəttə. Qədim Kişinin Qırxı romanında o yer var. Onu dinləmişim. Bəli. Orada bir məqam var. Öz oğlun əsəriyyətə gəlməyə danalığı qurban saxlayır. Bəli. Bu da buraxır onu örüşə, gəlir, görür ki, dana partlamaya düşüb də. Hamı deyir ki, bu dana öləcək, bu kişinin də bir gözünü tikənəcək odur da. Mənim o İsmail əmimi görmüşəm, onu gətirmişəm ədəbiyyata. O gəldi, o çobana dedi, sən bu dana örüşü, naxırı hara vurmuşdun? Deyir, filan çəmə, deyir, hə, orada bu dana ota düşüb. Neyniyək dedi ki, indi bunun göbək hissəsində göy damarı var, onu kəsəcəm, qanı axsın. O dana qalxandan sonra durub, qanın yalasa deməli qalacaq. Yalamasa yox öləcək. Otları illərlə sınaqlardan keçirib, yoxlayıb, ilaç düzəldiblər. Yəni, heç nə dünyada insanın duyğularından, yaşam tərzindən, təbiətindən kənarda deyil. Bir yazıcı üçün bəşəri olmaq nə dərəcədə məsuliyyət tələb edir? İnsan bir sürət götürür öz əsərlərində. Məsələn, qlobal çağırışlar, ümumiyyətlə belə deyək də, sizin əsərlərinizdə qlobal çağırışlar var. Nə dərəcədə bu məsuliyyətdir? Fikrimcə olduqca çox məsuliyyətlidir və sual çox ağır sualdır. Yəni, əlbəttə, doğulduğun bir məhəllə, kənd, tanıdığın şəcərə, bir ərazi, bölgü, dağlar, meşələr, bundan yazmaq lazımdır, yazmalıyıqdır. Amma o duyğuların, gördüyün mənzərələrin içində elə anları təsəvvür eləmək, qələm almaq lazımdır ki, o bəşər övladının ümum bəşər duyğuları olsun. Nə etməliyik ki, qorxu sizin əsərlərinizə isnad edərək, qorxu qəddarlığa çevrilməsin? Qorxu, bilirsiniz nətərdir, mübarizələrdə doğulur. İndi İmamverdi İsmayılovun bir nümunəsində buna baxaq. İlan qorxanda özünü yaşamaq üçün zəhərini işə salır. Onu qəzəbləndirməsən, sənə heç bir ziyan yetirməz. Amma onu qorxuzub, əzəbləndirəndə, qəzəbləndirəndə, əsəbləşdirəndə o sənə hücum eləyəcək. Tərbiyədə də bu çox ciddi məqamdır. Elə etmək lazımdır ki, sənə olan sevgi qorxunun üstə qurulmasın. Sənə olan hörmət də qorxunun üstə qurulmasın. Bu uçqu verən kəlafat torpaq üçün bir şeydir. Bu tez özünü saxlaya bilməyəcək. Ona görə də hər şey qorxunun üstə qurma olmaz. Sevginin, məhəbbətin, sevgi, məhəbbət mənim üçün daha böyük mənada etibar eləyirəm. Elə olmalıdır ki, heç o gedib qorxuya çıxmasın. Şekspirin bir məşhur ifadəsi var. Deyir ki, bəla gələndə onu qucaqlamağı bacarmalısan. Sizin əsərlərinizi oxuyanda məndə belə bir təəssürat yaranır ki, elə sizdə də əslində o Şekspir fəlsəfəsinin hardasa bir təsirləri var, müəyyən qədər. Yəni, bəla var, o bəşəri bəladır və sizin konkret olmayan obrazlarınız, o barədə danışacaq, o bəlanı qucaqlamağı bacarırlar. Bəzən imtina etsələr də, amma onu qucaqlamağa məhkumdular. Nişbinlik insan üçün vacib şeydir. Böyük yaradan bəzən görürsən ki, təbiətin pozuluşuna, anatomiyasına qarşı qəlbində bir etiraz yaradır, dalğa yaradır, zəlzələ yaradır, tsunami yaradır, uçurur, dağ insan dayanmır. İnsanlar necə ayıtmaq lazımdır? Bəlanı isə sən oturub gözləməməlisən, qarşılamağı da bacarmalısan. Allaha inamınız əgər bir meyarla ölçsək nə qədərdir? Yəni sizin üçün Allaha inam çəkisi nədir? Allaha inam nə qədər olmalısa o qədərdir.
Məsələn, İmamverdi İsmayılovun nümunəsində. Məni yaradan Allahdır, bu ağlı, şuuru verən Allahdır, bu istedadı, yazı tərzimi, gələcək taleyimi, nə bilim, siyasi karyerimdəki əldə elədiyin bir digər adını nə qoyursa qoyaq, onların hamısında yazı yazır. Talih yazısıdır. Yaradanın iradəsinin əleyhinə getmək, dünyanı qana fəlakətə bürümək və bu insanlara dayan deməmək böyük bir faciədir. Üzr istəyirəm, mən də bu yazılarda çalışıram bura bir ziyalı səsini qaldıram. Bayquşun mu dili ilə, Əzrailin sözləri ilə mi və s. və ilk formada ki, insanlar dayanmaq istəmir. İnsanın fəlakəti, ən böyük kəşfinin biri nədir? Atom bombası, neytron bombası. Vaxtilə o da idi. Vaxtilə o idi. İndi həmən atom və neytron insanın ölümünə səbəb olur. Doğum evi ilə mərasim zalı niyə həmişə qonşuluqda olmalıdır? Mən anladım, siz orada labirint əsərindən qeyd edirsiniz. Yəni, bir həyatı tablodur bu. Rəmzi məna daşıyır. İnsan dərk eləməlidir ki, dünən doğulur, bax, bu doğum evidir. Sabah öləcək, bu mərasim evidir. Onların böyür-böyrə tikilməsində bir rəmzi məna var. Yəni, doğuluşla ölüm yanaşıdır. Doğuluşla ölüm arasında insan çox əzablar, sarsıntılar keçirir, istirablar yaşayır. Bəzən dedikodu, hədə, müharibə, fəlakət və s. və ilaxır. İxtiraları insanın ölümünə gətirib çıxardır. İnsanlar bir-birini bəyənmir. Hikkəsiz çəkisindən artıq olan adamlar olurlar. Bu dünyanın faniliyi deməkdir. Doğum evi ilə mərasim evin böyür-böyrə olması əslində insanın bir həyatdan ibrət götürmək üçün bir simvoldur. Əsərlərinizin bir xüsusiyyəti də var. Mən bunu artıq müşahidə eləmişəm. Konkret obraz yoxdur, ad yoxdur və konkretlik yoxdur. Elə bir ki, bir fikir var idi. Deyirdilər ki, ədəbiyyat bütün dünyanın hərəkət etdiyi bir nəsnədir, prosesdir. Elə bir ki, siz bütün əsərlərinizdə bir obraz faktiki olaraq ya ümumiləşmişdir, amma konkret deyil. Məsələn, Qaravulçu, məsələn, həmin o çoban, məsələn, köhnə kişinin qırxı. Yəni, nədən eləri gəlir bu? Niyə ad qoymursunuz? Ədəbiyyatın əsl mövzusu budur da. Yəni, bir konkret bir kənd adamının, bir kimsənin, bir əminin, dayının, bir gördüyün insanın duyğusu deyil. Yəni, bəşəri duyğulardan yazasan. Elə yazasan ki, onu hansı millətdən oxuculu oxusun, o dərdi özündə tapa bilsin. Öz dərdini orada görə bilsin. Ədəbiyyatın vacib, incə, əsl humanist mövqeyi ilə bundan ibarətdir. Axtarışı bundan ibarətdir. Yəni, onu sən bir məhəlliyə, bir əraziyə, bir coğrafi məkana bağlaya bilməzsən. Ona görə də elə konkret obrazın adının olmamağı, konkret vətən, məkan, coğrafi məkan olmamağında məqsəd odur ki, bu qlobal, dünyəvi, bəşər övladının, ümumi bəşər övladının fikirləşdiyi duyğuları öz əsərində bədii əksini tapa bilsin. Bax, gəlin məsələni bir qədər başqa cür qoyaq. Yəni, sizin içinizdə sanki bir mübarizə gedir və bu da sizin əsərlərinizdə öz əksini tapır. Mənə maraqlıdır o içinizdəki mübarizə uşaqlıqdan bugünə qədər. Onun obyektləri, qarşılıqlı obyektləri dəyişibmi? Yoxsa sizə həmişə mübarizə apardığınız tutaq ki, bir amal olub, bir masiv olub? İnsan əslinə qalsa həyatı mübarizələr üstə qurulur. Və daimi məqsədi, məramı, arzusu uğrunda hərəkət eləməlidir, qaçmalıdır. Ürəyində tutub bir arzu ətrafında qaçmalı, hərəkət eləməlidir. Mübarizəsiz də həyat yoxdur. Əgər sən mübarizəni də özünün gələcək arzularını da, xülyalardan, romantik duyğulardan çələn kimi toxuyursansa, bu absurd fikirlərdir. Həyat səni istənilən formada, çətinliyə, bərkə boşa sala biləcək, gözlədiyin, gözləmədiyin, arzuladığın, arzulamadığın, heç ağılına gətirmədiyin məqamlarla, çətinliklərlə üz-üzə gətirəcək. Və bunun üçün mübarizə lazımdır. Nə vaxt ağ kağızdan imtina eləmişsiniz? Əsərə başlayırsınız, ağ kağızda, hələlik indi belə məcazi mənada deyək, yəni və başlamırsınız. Sadəcə özünüzü hazır bilmirsiniz. Sizə elə gəlir ki, hazırsınız, amma
O ağ kağız sadəcə olaraq elə ağ kağız olaraq da qalır. Yaxşı sualdır. Məsələn, kənddə bir söz var idi, deyirlər, o Əzrail romanda da var, çər dəymiş atlar. Aha, bəli, bəli. Məsələn, tərləmiş, yəhərinə tərləmiş atın, yəhərin götürüb, bir müddət onun tərini soyutmaq lazım, suya getməsin. Su içsə ata çər dəyir. Amma atın da bir instinkti var. Suya yaxınlaşanda qorxur. Dodağın ürkək yaxınlaşdırır soyuq suya ki, o su gələcək onun ölümünə səbəb ola bilər. Yazıcı da, ədəbiyyat adamı, sənət adamı gərək hazırladığı mövzunu da dərhal üstünə hücum çəkməsin. O atın suyu rahat, ehtiyatla içməyi kimi, biraz obrazlı desək, son dərəcə ehtiyatlı yanaşmalıdır buna. Yəni, dərhal ağ vərəqə çökmək lazım deyil. Hələ bu doğulmalıdır, hələ bu ideyalar əmələ gəlməlidir, süjet kompozisiyalar formalaşmalıdır və qəhrəmanın içində hansı duyğular həyata keçirir. Bunların ümumi bir divarın, kərpicin, konstruksiyasını qurandan sonra ağ kağız durursan durursan. Amma əsl yazışı mənim fikrimcə köçürdüyü ağ kağızı üzərində sonra əsər dəfələrlə işlənilməlidir. Elə əsər olubmu ki, qayıtmısınız ona? İllər sonra. Bəli. Mənim indi ürəyimdə var ki, qədim kimi biraz genişləndirim. Biraz geniş yazım. Daha çox. Çünki o mövzu o qədər bəşəridir ki, daha orada maraqlı rəmzlər tapmaq olar. Amma hələ nəsə qayıda bilmirəm ora. Elə bir müəmma qalır mənə. Ümumiyyətlə, əbədi heç nə yoxdur, toxunulmaz da heç nə yoxdur. İnsandır da, duyğulardır, əsərdir. Bu da sənin övladındır. 3 nəfərin münasibətindən istəyirəm danışaq. Yazıcı İmamverdi İsmayılov, jurnalist İmamverdi İsmayılov və millət vəkili İmamverdi İsmayılov. Necə yola gedirlər bir evdə? Mənim qəlbimdə yola gedirlər. Ola bilər ki, kimlərinsə baxışında biri yaxşıdır, biri pisdir, biri bəyənir, biri bəyənmir. Onların üçün də bir yerə qəbul etdirib, kimsən qəlbə hökm etmək barədə də fikirləşmirəm və onların duyğularına da mane olmaq istəmirəm. Amma insanın yaxşı və pis mənada qəlbi təzadlarla doludur. Ola bilər sənin bu tərəfin digər tərəfdən pis görünə bilər. Ola bilər sənin o tərəfin bu bir tərəfdən yaxşı görünməyə bilər. Bunlar digər baxışlardır, kənar baxışlardır. İnsan özü-özünə baxmağı bacarmalıdır, özünə hesabat da verməyi bacarmalıdır. Amma mənim üçün bunlar əgər mənim bir ruhumda, canımda, bir sevgimdə, insana duyğumda birləşirlərsə, bunlar üçü də mənə doğmadır. Aha. Biri digərinə mane olmayıb ki, bu illər ərzində. Məsələn, tutaq ki, hesabat verəndə deyə bilərsiniz ki, mən bunu daha çox yaza bilərdim bu mövzunu, amma mən həm də ictimai-siyasi xadiməm, millət vəkiliyəm. Belə, yəni yanaşmalar olubmu? Olub. Özünüzə hesabat verəndə. Maraqlıdır bu. Səmimi olaraq etiraf edirəm. İnsan, yaxşı insan səmimi etirafı bacarmalıdır. Səmimi etirafı bacarmayan insan bərkdə səni qoyub qaçacaq. Adi həyatda etirafı bacarmaq lazımdır. Amma mənim qəlbimdə də belə anlar olub, həyat tərzimdə də belə anlar olub. Nəyəsə qurban vermişəm. Ola bilər nəyəsə biraz orada az fəallıq göstərmişəm, bu bir tərəf daha çox göstərmişəm. Amma bütün bunlar mənə demir ki, sən niyə bunu belə elədin, o qənaətə gəlmirəm. Sadəcə olaraq deyirəm ki, bu da görünür mənim alın yazım və həyat tərzimdir. Onunla barışmağı bacarmaq lazımdır. Yazıcı olaraq cəsarət etmədiyiniz mövzular içinizdədir, amma cəsarət etmirsiniz. Çünki ağızdan çıxan söz, yaxud kağıza köçürülən söz artıq sizinki deyil. O kitab da, o kitablar da əslində sizinkidir, onlar oxucularındır. Yazmaq istədiyim, hələ beynimdə tam yetişməyən və hələ yaza bilməyəcəyim mövzulardır bunlar. Məsələn, beyninizdə ola bilər ki, yetişəni var, amma yazmırsınız. Qoy bu biraz sürpriz qalsın. İmamverdi müəllim, siz həm də publisistsiniz. Sizin publisistik yazılarınız var və mən xüsusilə bir yazınızı qeyd etmək istəyirəm. Adını Azərbaycan tarixinə Qarabağı azad etmiş prezident kimi yazmaq Cənab İlham Əliyevin taleyidir. Mən o yazını oxudum, amma mənə gəldi ki, bax, bu fikir əslində elə bir düsturdur. Yəni, yeni Azərbaycanın yeni dövrünün bir düsturudur. Burada təbii ki, publisist İmamverdi İsmayılovla, ictimai-siyasi xadim İmamverdi İsmayılovla yanaşı, həm də vətəndaş İmamverdi İsmayılov faktoru üzə çıxır.
Bilirsiniz, mən o torpaqlarda böyümüşəm. Mən ona görə deyirəm. Zəngəzur, uşaqlığım Zəngəzurda keçib, o qədim qaim ellərimizdə. Azərbaycanın ən laləzər, dilbər güşələri, Zəngəzur, Qarabağ, dağı, daşı, suyu, çayı, çiçəyi, otu, əncəri, insanları, xarakter, əzəmətləri, cod sifətləri, boy buxun, yazılmış qanunları, yazılmayan qanunları, adət-ənənələri, toyu, büsatı, çal-çağırı. Mən bunları görmüşəm və çox etiraf edeyim ki, illər boyu arzularım elə bir ki, donurdu. Elə bir hər şey sükuta qərq olurdu. Mən cənab prezidentin görüşümdə də Zəngilanda orada dedim ona. Bəli. Dedim ki, mən inanmazdım. Amma biz vaxtilə yenə deyirəm, o dağlara qatarla gedirik, hamının maşını yox idi. Amma indi möcüzələrə bax, möcüzələri yaza-yaza cənab prezident davam edir. Torpaqlar azad olunur, bir, qədim yurtlara körpülər, yollar salınır, evlər tikilir, abad şəhərlər, qəsəbələr salınır. Hətta mənim doğma yurduma təyyarə ilə də getmək olur. Bunlar möcüzə deyil. Tapa bildiniz evinizi? Mənim evim həmişə ev qəlbimdədir. O, mənim yaramla bərabər böyüdü. Yurt gürzəsi. Yurt gürzəsi, bəli. Bəli. Tamam, doğru. Dağılmış evimiz dursa da, amma o möhtəşəm, o nurlu işıq, o məni böyüdən ocaq mənim qəlbimdədir. Çox təəssüf edirəm ki, o mənim əl yazmalarım, gənclik illərimin yazıları, anam onu arxiv kimi düzəltmişdi, yığmışdı, sonra qaldı, hamısı uçdu, dağıldı və s. Həm də uçurulmuş daşların altında, çürümüş dəmir məhəccərlərin altında mənim çox maraqlı, kədərli, nostalji duyğularım dəfn olunub, uşaqlığım qalıb. Ona görə də mənə çox xoş duyğular bəxş edir. Və illər zaman həyat gəldi və tarix göstərdi ki, bəli, bu yurtların azad olunmasının, bu zəfər qalibiyyətinin, bayrağının təntənəli səslənməsi möhtərəm cənab prezidentimizin alın yazısıymış. O da taleyin bir hökmüdür. Onu yazmışam taleyin hökmündə. Yaxud şah və mat publistikasında. O da cənab prezidentin Grossmeister gedişlərinin zamanında özü demişkən nəyi, necə və harda etməyi mən yaxşı bilirəm. Sakin necə vətəndaşa çevrilir sizcə? Sakin öz ocağının ətrafında. Əgər bir kəndçi, kənd adamı əkindən, biçindən gəlib qapısındakı bir soyuq ayrandan içirsə, həyatında dəmlənən çayından bir stəkan tünd çay içirsə, vətəndaş olur. Əgər evini, yurdunu, ocağını, həyat bacasını əkib becərirsə, mal-davarlıqla məşğul olursa, nəsə qrup yaradırsa, vətəndaş olur. Yoxsa hər şeyin böyründən gəlib bicana baxıb getməklə vətəndaş olmaq olmaz. Sən onun içində olmalısan, o duyğularını yaşamalısan, o duyğularına nəfəs almalısan. Yəni, faktiki olaraq, bax, mənə maraqlıdır. Zəngilan 2020-ci ildə işğaldan azad edildi. O xəbəri aldığınız gün mənə maraqlıdır, o saniyə mənə maraqlıdır. Mənə elə gəlir ki, belə sevincli anları ifadə eləməkdə söz acizdir. Nə ilə müqayisə eləyərdiniz onu həyatınızda, o anı? Mən onu dünyanın ən böyük möcüzəsi ilə müqayisə eləyərdim. Və mən onu dünyanın ən böyük möcüzəsi saydım. 2020-ci ilin 27 sentyabrına qədər olan İmamverdi İsmayılov və 27 sentyabrdan sonraki İmamverdi İsmayılov, yaxud elə Zəngilanın alındığı tarixi qeyd edək. Müqayisə edəndə nələr var, nələr yoxdur? Çox şeylər var. Mən azad olmuş yurdun oğluyam. Mənim adımın üstündən cənab prezident məcburi köçkün ifadəsini götürdü. Mənim alnım açıq, üzüm ağdı. Mənim yollarım Zəngəzura, Qarabağa gedir. Körpülər salınır, şəhərlər, qəsəbələr salınır. Qarabağ, Zəngəzur yurtlarında körpələr dünyaya gəlir. İnsanlar evlənirlər, toy büsatdır, şadlıqdır. Dağlarda, bulaqlarda insanlarımız şad-şadyanalıq eləyirlər. Bütün böyük yüksəklərdə zəfər bayrağımız yüksəlir. Bundan böyük dəyişiklik nə ola bilər ki? Yenə istəyirəm bir qədər uşaqlığa qayıdaq, çünki siz həmin o torpağa sözü çəkirsiniz. Bugün bu yaşda olan İmamverdi İsmayılov uşaqlıq dövrünü xatırlayanda nə çox yadında qalıb
Zəngilandan? Təbii ki, bugünkü Zəngilan bir qədər başqadır. Bu Yenidən çox qurulur. maraqlı sualdır. Aha. Mənim anam Qubadlıdır, atam Zəngilan. Hər iki çox dəyərli Azərbaycan dilber güşəsi, çox möhtəşəm yurdunu parlamentdə təmsil edən və onlara da qəlbimin hökmünü hər zaman minnətdarlıq duyğumu bildirirəm. Mənim uşaqlığım o dağlar, o dərələrlə bağlıdır. Qubadlının, Zəngilanın, kəndimiz Vənətlinin, qarış-qarış yerlərin, bulaqların, güşələrin, mən özüm Meşəbəy oğluyam. O qədər o ağaçların ruhunu bilirəm ki, orada cökə, palıd, vələs ağaçları vardı. Uşaqlıq illərim mənim sizin bu çəkdiyiniz kameraların lenti kimi mənim beynimdə, hafizəmdə, huşumda, qəlbimdədir. Həm də qan yaddaşı. Qan yaddaşıdır. O insanlar ki, mən onların gözü qabağında böyüdüm. O insanlar ki, onların qarşısında mən böyümüşəm. O insanlar ki, mənim gözümün qarşısında qocalıblar. Gözümün qarşısında qocalan insanlar, gözü qarşısında böyüdüyüm insanlar, onların üz cizgiləri, ştrixləri, danışıq tərzləri, adət-ənənələri, hamısı mənim gözümün qabağı. Yollar, irizlər, cığırlar, hamısı gözümün qabağı. Və elə bil ki, təkrar edirəm, kino lenti kimi qəlbimdə əbədək olunur. Deyirsiniz ki, hesabat verirəm özümə. Belə götürək, yəni kiçik yaşlarında olan İmamverdi İsmayılovu məzəmmət eləyirmi keçmişlə rabitə yarananda? İnsan hər zaman özünü məzəmmət eləməlidir. Uşaqlığını sizi məzəmmət eləyirmi nə vaxtsa? Uşaqlıq biraz romantikadır, biraz sadəlövlük var orada, biraz bulaq saflığı var orada, biraz dağlardan gəlmə lap saflıq var onda. Bəli. Əlbəttə ki, daim uşaq olub qalmaq da olmaz. İnsan inkişaf eləyir, xarakteri, baxışı, gözü, savadı, əqli, dünya baxışı, təfəkkürü, yaradıcılıq imkanları, söz imkanları, leksikonu genişlənir. Amma uşaqlığın bir bakirəliyi var da, bir simvolikası var. Bəli. O hər zaman insanla bərabər qalır. Əslində qalsa, o ruhu qəlbindən çıxardan insan özünü anladır. Yəni, hər zaman o saflığı, o bakirəliyi özündə saxlaya biləsin. Bütün bu konfrontasiyaların, dünyada gedən ziddiyyətlərin kökündə elə bəlkə də insanın bayquşu, bəy quşu kimi qəbul etməməsi dayanır. Bəli, tamam doğrudur. Yəni, bu fəlakəti yaradan, dünyanı baş-başa gətirən insan ixtiraları deyil. İnsanın ehtirası dayanmır, duyğuları dayanmır. Məsələn, o yazılarımın birində də qeyd eləmişəm, insan ölür, vəsiyyət eləyir. Bəli. Orada da deyir ki, mənim, o da arzudur da, arzu tükənmir insanı. Məni belə bastırın, belə bastırın, belə bastırın. Yəni, doğuluşundan ölümə qədər insanın duyğuları dayanmır, ehtirası soyumur. Yıxır, dağıdır, uçurur, qurur, qaçır, vuruşur, qan tökür, nəsə yaradır və s. və ilə axır. Amma yenə də axır ona gəlir. Bəşəriyyətin, bütün həyatın yaraşığı bən insandır. İmamverdi müəllim, təşəkkür edirik belə maraqlı müsahibəyə görə və biz əslində bu söhbəti sizin bilavasitə yaradıcılığınızın, əsərlərinizin üzərində qurduq və mənə elə gəlir ki, söhbətimiz əslində elə qlobal bir söhbət oldu. Mən sizə təşəkkür edirəm. Əvvəla bu elişə məni dəvət elədiyinizə görə. İkinci, mən bugün kütləvi informasiya vasitələri içərisində teleməkanımızda öz dəstxəti yer olan Real televiziyasına, onun əməkdaşlarına, əməyi kadrda görünən sizin kimi, kadr arxasından qalan insanlarımıza, dostlarıma, hamısına minnətdarlığımı bildirirəm. Yeri gəlmişəm, fürsətdən istifadə edib, son zamanlar Bayquş və Qaravulçu, Labirint əsərləri ilə bağlı ziyalılarımızın, dəyərli ziyalılarımızın, alimlərimizin, söz, sənət adamlarımızın, fikir sahiblərinin yazılarına görə onlara minnətdarlığımı bildirirəm. Zəhlər, təşəkkürlər, xoş duyğular üçün hamıya qəlbimdə böyük ehtiram var. Sağ olun, yaxşı siz varsınız, yaxşı sözümüz var, yaxşı sevgimiz var. Minnətdarıq bir daha. Real TV-də Azərbaycanın əməkdar jurnalisti, tanınmış və istedadlı yazıcı, publisist, millət vəkili İmamverdi İsmayılovun profili idi. Salamat qalın.